Salam, xoş gördük hər birinizi. Üçüncü qrup blok imtahanına hazırlaşan müdavimlər, MİQ və sertifikasiya imtahanına hazırlaşan müəllimlər üçün İsa Hüseynovun Zəhər hekayəsinin təhlilini bugün verəcəm və əsas məqamlara diqqət etməyə çalışacağım. Meşədə qəribə bir sükut vardı. Nə bir quş ötürdü, nə bir yarpaq tərpənirdi. Meşəbəyi Mirqasım, deməli bizim ilk obrazımız Meşəbəyi Mirqasımdır. Meşəbəyi Mirqasım yəhərdə çəpəki oturub, papağının dalını qaldırıb mahnı oxuyurdu. Ancaq bu dəfə kefdən oxumurdu. Bu dəfə Meşəbəyinin sözləri nə qədər oynaqdısa, səsi bir o qədər qəmli idi. Kədərli demək olmaz. Çünki bu 60 yaşlı pəhləvan cüssəli adam məhz kədərə qalib gəlmək niyyəti ilə papağının dalını qaldırıb, deməli 60 yaş. Bax bu 60 yaş Anabacı hekayəsində də var Abdullah Şaiqin. Qaldırıb çərşənbə günündə çeşmə başında. Bax fikir verin şeiri. Deməli çərşənbə günündə çeşmə başında. Gözün bir ala göz xanıma düşdü. Qaşını oynatdı, gözündən güldü. Deyirdi, özünün isə gözləri tez-tez dolub boşalırdı. Çünki bugün Meşəbəyi meşə ilə vidalaşmağa çıxmışdı. Deməli, hansı şeiri deyir? Çərşənbə günündə çeşmə başında. Bu, Aşıq Ələsgərin qoşmasıdır. Yəni, ilk istifadə elədiyi Aşıq Ələsgərin qoşmasıdır. Çünki bugün Meşəbəyi meşə ilə vidalaşmağa çıxmışdı. Mahnı axıra çatdı, Meşəbəyinin yadına bir bayatı düşdü. Deməli, mahnıdan sonra, qoşmadan sonra, yəni çərşənbə günündə çeşmə başında, bu qoşmadan sonra Meşəbəyinin yadına bir bayatı düşdü. Ancaq o, ayrılıqdan, ölümdən danışan bu bayatını dərhal unutmağa çalışdı. Yəni, bayatını artıq söyləmir. Səhərdən axşamacan, bəzən hətta gecə yarısınacan çiynində gəzdirdiyi, sanki bədəninin ayrılmaz bir əzasına çevrilmiş çantası indi çiynini üzüb salırdı. Yayın 30-35 dərəcə istisində belə geyməyə adət etdiyi çəkmələri indi bu sərin payız günündə elə bil oda dönüb ayaqlarını yandırırdı. Lakin Meşəbəyi dərhal bunları da unutmağa çalışdı. Papağını bu dəfə arxaya itələyib, yəhərdə qamətini düzəltdi, şeyh və xəzəl qoxusu ilə dolu havada dərindən nəfəs aldı, altından keçdiyi qoca paladın yarpaqlarına, sonra göy ürgə bunun atıdır, dərisi işıldayan dolu qüvvətli çiyninə və dalğalı yalına baxdı. Belə-belə işlər, ay göyürgə, belə-belə işlər deyə 60 yaşında birinci dəfə burada öz-özünə danışmağa başladı. Deməli, bu gecə yatırıq, qalxırıq, bu da eləyir 2 gün, 3 deyən gün led kəsilir, şülüz açılır, su gəlir, meşəmiz qalır suyun altında. Göy ürgənin yerişi Meşəbəyinin xoşuna gəlmədi. Ürgə daşsız, kəsəksiz, dümdüz talanın ortasında birdəncə büdrədi. Meşəbəyinin oğlunun biri raykom katibi idi. Deməli, biri raykom katibidir. Biri oğlu Bakıda oxumaqda idi. O biri oğlu, deməli, oğlunun biri raykom katibidir. Biri Bakıda oxuyur. O biri isə 10 illiyi qutarıb, 3-cü oğlu bənd tikintisində işləyir. Bütün atalar kimi o da öz oğullarını sevirdi. Ürgənin dümdüz yerdəcə büdrəməsi, üstəlik də 1-2 kərə öskürməsi Meşəbəyini narahat etdi. Lakin qarşıdakı böyük itki bu narahatlığı da tezcə unutturdu. Meşəbəyi cilovu tərpədib, iri qabarlı əli ilə ürgənin çiynini şappıldatdı. Büdrəmə, büdrəmə, fikir eləmə qadan alım, dedi. Bəndi çəkənlər, meşəni suyun altında qoyanlar mənim öz balalarımdır. Deyirlər, su daha əfsəldir. Suyumuz olsa deyirlər, ilan mələyən düzlərdə 100 belə meşələr salacaq. Elə bilirsən, salmayacaqlar. Salacaqlar, ay göyürgə, salacaqlar. O günü, o dövranı biz də görəcəyik. 100 yaşında at belinə qalxıb Meşəbəylik eləməyən atasına lənət. Meşəbəyi yenə papağının dalını qaldırdı, yenə oxumağa başladı. Ay duman gəl keç bu yerlərdən, bu yerlər təzə bar eyləsin. Həm gözlərim görsün səni, həm könlüm nübar eyləsin. Deməli, burada da, bu qoşmada, deməli, Aşıq Abbas Tufarqanlıdandır. Deməli, Aşıq Ələsgərdən deyir çərşənbə günündə çeşmə başında. Sonra bir bayatlı yadına düşür, onu demir. Çünki ayrılıqdan ölümdən idi. Sonra Abbas Tufarqanlının bu eyləsin qoşmasını səsləndirir.
Çox düşünmədən Bədahətin Aşığın sözlərini dəyişdirə-dəyişdirə xeyli oxuduqdan sonra yenə də ömründə birinci dəfə burada kimsəsiz meşə içində öz-özünə qəhqəhə çəkdi. Aşıq Abbas dağ adamı idi, dağlardan danışırdı. Mən aran adamıyam, arandan danışıram. Abbas deyirdi, könlüm qubar eyləsin, mən deyirəm, könlüm nüvar eyləsin. Hansımız yaxşı deyirik, ay Göyürgə? Ürgə bir də büdrədi, Meşəbəy bir də təəccübləndi. Əşi, sənə nə oldu ay zalım balası? Deyə birdən hisslənib qışqırdı. Nə olub? Sən də bir yandan keyfimizə soğan doğrayırsan. Allahın bəndəni hayfını səndən alaram, atamın yoru haqqı. Yəni, Meşəbəy Mirqasım sanki biraz əsəbləşir. Ürgəyə hətta bir şapalaq çəkdi. Lakin əvvəllər Meşəbəyi əlini tərpətməmiş, yerindən oynayan Ürgə indi heç diksinmədi də. Onun yalnız qulaqları qımıldandı. Bir də çiyninin dərisi titrədi. Meşəbəy köksünü ötürdü. Dərdimə şərik çıxırsan nədir? Ay Allahın eyvanı. Ürgə başını endirib yavaş-yavaş addımlayırdı. Meşəbəyi də başını sinəsinə idi. Çiyinləri sallandı, beli donqarlandı. Doğrudanmı Göyürgə onun dərdinə şərik çıxırdı? Belə-belə işlər, ay Göyürgə deyə o asta, yorğun səslə təkrar etdi və daha səsini çıxarmadı. Meşədə qəribə sükut var idi. Nə bir quş ötürdü, nə bir yarpaq tərpənirdi. Meşəbəy heç Ürgənin ayaqlarının tappıltılarını da eşitmirdi. İndi o ürəyində oxuyurdu. Nələr gəldi, nələr getdi bu dünyadan, bu dünyadan. Deməli, bu sözü də işlədir. Nələr gəldi, nələr getdi bu dünyadan, bu dünyadan. Birdən Ürgə dayandı. Meşəbəyi diksinib qabağa, sonra ətrafına baxdı. Uzaq mənzilli yola çıxanda Göy Ürgə adətən tanış adama falan rast gəlməsə dayanmazdı. Lakin Meşəbəy ətrafda lal dinməz ağaclardan başqa heç nə görmədi. Göy Ürgənin bir xasiyyəti də vardı. Belində yəhərin tapqırı açılanda və ya qırılanda dərhal dayanıb sahibinə xəbərdarlıq edərdi. Meşəbəy əlini tapqırlara atdı, bir dəyişiklik hiss etmədi. Bəs Ürgəyə nə olmuşdu? O yəhərdən yerə atıldı, Ürgənin dodaqları arasında sarımtıl köpük görünürdü. Meşəbəy əsla çiyrənmədən ovcu ilə köpüyü sildi, əlini burnuna yaxınlaşıb qoxuladı. Köpükdən asırqal iyi gəlirdi. Asırqal bitkidir. O Ürgənin gözlərinə baxdı. Bu iri göyçək gözlər istirabla dolu idi. Ürgənin dodaqları arasından yenə sarımtıl köpük gəlirdi. Deməli, artıq Meşəbəy narahat olmağa başlayır. Meşəbəy bir daha köpüyü qoxuladı və sarımsaq qoxusunu xatırladan iyi təkrar hiss etdi. Göy Ürgə hardasa asırqal yemişdi, zəhərlənmişdi. Deməli, onun fikrinə belə gəlir. Meşəbəyi çox yaxşı bilirdi ki, dərhal tədbir tökməsə, Göy Ürgə buradaca onun gözünün qabağındaca yıxılıb ölə bilər. Lakin o hələ də dayanıb Ürgənin dodaqlarının arasından aramsız qaynayıb tökülən köpüyə baxırdı. O ömrünün 40 ilini at belində olmuşdu. Deməli, ömrünün 40 ilini at belində olmuşdu. Meşəni addım-addım gəzmişdi. Onun zehnində min bir çiçək ot da var idi. Bu min bir ad içərisində asırqal çox az-az yada düşürdü. Çünki bu zəhərli bitki onun meşəsindən uzaqlarda, dağlarda bitirdi. Elə isə bu nə möcüzə idi. Ürgə nədən zəhərlənib? Bəlkə heç zəhərlənməmişdi. Meşəbəyinin dünya görmüş təcrübəli gözləri dostunun bədənində gəzdi. Ürgənin döş əzələləri titrəyirdi. Dizləri hiss olunacaq dərəcədə bükülüb, çox çətinliklə düzəlirdi. Göy Ürgə onu öz oğulları qədər sevən, ona yedirtmək üçün şinelinin cibində parça-parça qənd gəzdirən sahibinin qarşısına birdən-birə zəiflədiyindən utanırmış kimi istiraplı gözlərini çevirib yana baxırdı. Birdən onun bütün bədəni titrədi. Yenə dizləri büküldü. Ürgə inildədi və elə bir daha utanmaqdan, xəcalətdən keçdiyini hiss edib gözlərini sahibinin üzünə dikdi, ondan kömək istədi. Bu saat qadan alım deyə Meşəbəyi pıçıldadı. Çevrilib geriyə, qalın meşənin dərinliklərinə tərəf baxdı. Ürgənin gözlərini sığallayıb bir daha bu saat dedi. Şallağını çəkməsinin boğazına sancdı, papağını başına bərkitdi, şinelinin ətəklərini yığıb yerindən götürüldü. Buradan təxminən 2 kilometr aralıda, geniş bir tarlada, gür sulu çay üzərində savxoz var idi. O savxoza el arasında it savxozu deyirdilər. Deməli, bu it savxozudur. Burada su iti saxlanılır. Orada su itini müxtəlif cinslərini saxlayırdılar. Bir ay bundan əvvəl sovxaz köçürülmüşdü. Tikillər sökülmüş, çay üzərindəki dəmir tor qəfəslər yerli dibli qoparılıb aparılmışdı.
Sovxozun yerində indi yalnız torpaq yığınları bozarırdı. Xarabalıqdan xeyli kənarda isə uzaqdan baxanda ağız-ağıza dayanmış bir cüt nəhəng hörümçəyə bənzəyən iki alaçıq qaralırdı. Orada sovxoz direktorunun qaynatası Daşdəmir, deməli bizim başqa bir obrazımız var burada Daşdəmir, kürəkəninin özünün və daha bir neçə sovxoz işçisinin mal-qarasını saxlayırdı. Sabah da bir gündə Daşdəmir də köçməli idi. Meşəbəy 2 kilometrlik yolu bir nəfəsə qət edib alaçıqlara yetişəndə hər alaçığın kölgəsindən bir iri qıllı köpək peyda oldu. İtlərin səsinə Daşdəmirin əvəzində geyimdən şəhər ziyalasına oxşayan boz şilyapalı ucaboy bir adam çıxdı. Yüyürüb itlərə təpindi. Sonra dayanıb təəccüblə meşəbəyə baxdı. Qantar içində tənginəfəs yüyürən adamdan nə isə soruşmaq istədi. Ancaq meşəbəyi onu qabaqladı. Mən Mirqasımam, meşəbəyi Mirqasım ay oğul. Atım ağıya düşüb. Mən səni burada birinci dəfədir ki görürəm. Bağışla, tanış olası halım yoxdur. Bir vedrə süd lazımdır. Daşdəmir hanı? Daşdəmir hanı? Gözümə dəymir. Nə olub ay Mirqasım? Döşün niyə atlanır? Yaxınlıqdan lap 5 addımlıqdan tanış səsi eşidildi. Meşəbəyi cəhd dönüb, geniş açılmış iri mavi gözlərini ağacların arasında dolandırdı. Daşdəmirin səsi bu dəfə elə bir yerin altından gəldi. Ölmədik, sənin dövranının qurtardığını da gördük, hə Mirqasım? Sən hardasan ay kişi? Buradayam, gəlirəm indi. Deyirəm ölmədik, sənin də axırını gördük. Göyürgənin belində belədən belə çapırdın, belədən elədən elə çapırdın. Saatda bir malı, heyvanı atın döşünə qatıb salırdın xalxala. Nə bilim, filan yerə ayaq basmayın, bəsmakan yerə yaxın durmayın. Nə bilim, filan yerə yaxın durmayın. İndi kimə qalır sənin bu qoruqların? Yoxsa Qaraca Çoban kimi? Bax, Qaraca Çobanın burada adı çəkilir, Daşdəmir çəkir. Ağacları köklü köməcli qoparıb belinə şəlləyib aparmaq istəyirsən. Daşdəmir palıd ağacının mağara kimi qaralan koğuşundan çıxdı, iki yanına basa-basa yaxınlaşıb meşəbəyini süzdü. Hə, buyur, süd lazımdır deyirsən? Südzad yoxdur. Sən Allah, biraz tez elə ay Daşdəmir. Ürgə əldən gedir. Hanı ürgə? Bu yanda, talada qoymuşam. Elə niyə? Yəni gələsi halı yoxdur. Yoxdur, Daşdəmir, qadan alım tez elə. Oğul bərabərə atdı Daşdəmir. Gənc kənarda dayanıb siqaret çəkirdi. İtlərin şırmanmasından məlum idi ki, oğlan burada təzə adam deyildi. Meşəbəyi üçün bu saat hər dəqiqə qiymətli idi. O ötən günləri yada salıb söhbəti uzadan adamın tələsməyəcəyini hiss edib gəncə baxdı. Gənc dərhal siqaretini yerə atdı. Mən gətirərəm deyib alaçıqlara tərəf yürüdü. Meşəbəyinin elmli, savadlı adamlara, şəhərdən meşəyə gəzməyə gələn ziyalılara xüsusi marağı var idi. Yaşıl talalarda, bulaq başında, ağac gölgəsində onu süfrəyə dəvət edən ziyalıların hərəsi onun ürəyində bir cür xatirə qoyub gedərdi. Onun həyəcanını, təşvişini dərhal başa düşüb, cəld yüyürən ziyalı gəncin arxasınca baxdıqda meşəbəyinin bənd tikilisi başlayan gündən açılıb, dərinləşmiş, sonra küt bir ağrı ilə içərisində gizlənib qalmış yarası yenidən qövrələdi. O yalnız indicə başa düşdü ki, lent kəsilib şlüz açılanda, meşə suyun altında qalanda, meşə ilə birlikdə neçə-neçə adamlar ülfətini, ünsiyyətini, ərşdən gücdən xəbər verən şirin söhbətlərini də itirəcəklər. Meşəbəyi bir anlığa hətta göy ürgəni də unutdu. Şişkin sifətini, topa saqqal basmış qıllı adamın nə dediyini və nə üçün güldüyünü belə başa düşmədi. Sənlə deyiləmmi? Niyə cavab vermirsən? Nə deyirsən? Deyirəm, oğlun raykom katibidir, pulun çox olar, ver xərcləyək. Meşəbəyinin qaşları çatıldı. Sənin də kürəkənin sovxoz direktorudur. Deməli, sənin də pulun çoxdur. Deməli, sənin kürəkənin sovxoz direktoru deyir, o da deyir ki, sənin oğlun raykom katibidir. Mənim torbamın dibi deşikdir. Elə niyə? Bilmirsən, bir-iki baş normadan artıq heyvan saxlayıram deyin. Hər yoldan ötən rüşvət istəyir. Pulu torbanın üstdən qoyuram, altdan o yana gedir. Sənin özün neçə kərə qonaq eləmişəm, yadından çıxıb. Deməli, mənə də rüşvət verirdin. Daşdəmir güldü. Bəs sən necə bilirdin, hə? İşim keçməyən adama mən bir tikə də yedirtmərəm. Meşəbəyi fikri dağınıq halda səbirsizliklə alaçıqlara tərəf baxdı. Oğlanın dolu vedri ilə gəldiyini gördükdə itləri mırıldaşmağına əhəmiyyət vermədən onun qabağına yeridi. Çox sağ ol, qadan alım. Dəyməz əmi deyə nəzakətlə gülümsünüb vedrəni ehtiyatla irəli uzatdı. Əli vedrənin soyuq qulpuna toxunanda meşəbəyinin ürəyinə sərinlik gəldi.
Fikirlə indi o artıq göy ürgənin yanında idi. Deməli bu fikrində Meşəbəyi Mirqasım tutur ki, o artıq göy ürgənin yanındadır. Bu göyçək xeyirxah oğlan da, Daşdəmir də onun yanında idilər. Köməkləşib ürgəni yıxmışdılar, zorla süd içirirdilər. Bu fikirdəykən birdən Vedirənin böyrü üstə gördükdə Meşəbəyi təəccüblə çevrilib ağzını geniş açaraq qaqqıldayan Daşdəmirə baxdı. Süd axıb göy otların arasına hopurdu. İtlər cumub südü yalayırdılar. Daşdəmir isə gülürdü. Vallahi bilmədim, ayağım toxundu Mirqasım. Bir ürgə nə mənə şeydi, ondan ötürü belə yüyürüb qantərə batırsan. Deyinən oğlanların hərəsi biraz pul qoysun, maşın alsınlar, min gəz kef elə özün üçün. Meşəbəyi top qarasaqqal arasında iti uclu dişləri ağaran bu adama baxıb nahaq gəldiyini başa düşdü. Meşəbəyinin canı alovlandı. O pul təklif etmək, südü satın almaq istədi, lakin özünü sındırmadı. Köhnə adi təmkini ilə yaylığını çıxarıb tərini sildi. Papağını götürdükdə İkindi çağının sərinliyində onun iri qırxıq başında qatı buğ qalxdı və eləcə başı tüstülü halda geri qayıtdı. Göy ürgə artıq böyrü üstə idi. Meşəbəyi çöməlib onun gözlərini sığalladı. Sonra əlinin arxası ilə öz gözlərini sildi. Belə işlər ay göy ürgə. Ürgə son dəfə xırıldayıb dartındı və hərəkətsiz qaldı. Meşəbəyi yavaşca qalxıb tapqırları açdı. Sonra yüyəni ürgənin başından çıxartdı. Yəhəri belinə şələləyib, yalnız onun bələd olduğu el yolundan uzaq xəlvət cığırla addımladı. Külək başlamışdı, meşə xışıldayırdı. Meşəbəyinin üstünə xəzəl yağırdı. Boynuna, qoyun qoltuğuna soyuq yarpaqlar dolurdu. O isə heç nəyə əhəmiyyət vermir, gözlərini qaranlıqdan bozaran dar cığırdan çəkmədən ağır-ağır, yorğun-yorğun addımlayırdı. Meşədən çıxanda o ömründə birinci dəfə bərk yorğunluq hiss etdi. Vaxtı keçmiş qoza kimi hıqqıldayıb, yəhərin belindən endirdi, yerə qoyub üstündə oturdu. Sonra çevrilib, çiyini üstündən geriyə meşənin səsinə qulaq asdı. Belə işlər, ay göy ürgə, belə işlər, ay Meşəbəyi Mirqasım. Və çox maraqlı, doğrudan da çox maraqlı bir hekayədir. Əsərin təhlilinə də diqqət eləyək. Deməli, əsər epik növdədir, hekayə janrındadır. Hekayə janrında olduğuna görə təbii ki, burada təsvir və təhkiyə üsulundan istifadə olunub. Əsərin mövzu insan və onun təbiətə münasibətidir. İnsan və onun təbiətə münasibəti. İdeyası, təbiət onu sevən xeyirxah insanların birgə səyi ilə qoruna bilər. Və əsərdə müəllifi narahat eləyən problemlərdən biri mənən çürük olanların ətrafa zəhər saçmasıdır. Yəni bu Daşdəmirin timsalında biz bunu görürük ki, belə insanlar cəmiyyət üçün, təbiət üçün çox təhlükəlidir. Və burada Ələsgərin düşdü rədifli qoşmasından, Aşıq Abbas Tufarqanlığın Eyləsin rədifli qəraylısından istifadə olunur. Hətta Meşəbəyinin yadına bir bayatı da düşür, amma ölümdən bəhs etdiyinə görə onu oxumur. Və Meşəbəyi Mirqasım sağaltmaq üçün südün vacibliyini düşünsə də onu heç cürə gətirə bilmir. Göy ürgənin ölümünə səbəb testlərdə verilir, asırqal olur, xeyr. Asırqal olmur, yəni tam dəqiqliklə bilinmir. Bu məqam məchul qalır. Daşdəmir meşənin su altında qalacağını bildiyi üçün əsl simasını Mirqasıma göstərir. Meşəbəyi meşə ilə vidalaşmağa çıxmışdı. Daşdəmirin işlədiyi it safxozu idi. Burada su iti saxlanırdı. Və Mirqasım üzdə büruzə verməsə də meşənin su altında qalmasına narazı idi təbii ki. Lakin heç kimi günahkar bilmirdi. Və dolu Vedirədəki südü Daşdəmirin yerə dağıtması Meşəbəyin son ümidini də qırır və yenidən süd istəsə də qüruru onu bu addım atmağa qoymur. Göy ürgənin ölümü əslində isə təbiətə zərər vurmaq istəyənlərə bir xəbərdarlıq idi. Meşəbəyi yeni salınacaq meşələrdə meşəbəyilik etmək arzusunda idi. Meşəyə yeni gələn ziyalılar onun çox böyük marağı var idi. Və orada göy ürgənin o fikrən orada olur, yəni o hadisə baş vermir, o fikrin ağlına gəlir ki, xeyirxah oğlan da, Daşdəmir də hamısı köməkləşib ürgəni yerə yıxıblar, ona süd içirirlər, bu onun fikrən ağlına gəlir. Yəni.
Daşdəmirin Mirqasından intiqam almasına səbəb Meşəbəyin öz işinə vicdanla yanaşması və meşəni qoruması idi. Mirqasın 3 oğlu var idi. Biri raykom katibidir, biri Bakıda oxuyurdu, biri də bənd tikintisində işləyirdi. Daşdəmirin kürəkəni savxoz direktoru idi. Və göründüyü kimi əsər çox maraqlı bir hekayədir. Və əsas məqamlara mənə elə gəlir ki, biz nəzər sala bildik. Kanala abunə olmağı və şərh yazmağı unutmayın. Çox təşəkkür edirəm hər birinizə.